Yeri gəlmişkən, günün mühüm iqtisadi xəbərləri barədə Economics verilişində məlumat verəcəyik. Həmkarım Aysel Fərziyeva artıq qonşu studiyadadır. Aysel, salam. Salam Günel. Son aylar bazarlardan əldə olan məlumata görə bahalanma müşahidə olunur. Bəs bu mövzuya siz toxunacaqsınızmı? Əlbəttə Günel, bugünkü buraxılışımızda əsasən bu mövzuya toxunacaq və məlumat üçün qeyd edim ki, Dövlət Statistika Komitəsi də bugün bununla bağlı göstəricilər açıqlayıb və göstəricilərdə qeyd olunur ki, ötən ay bir qədər bahalaşma olub. Hansı məhsullarda nə qədər bahalaşma qeydə alınıb? Ətraflı buraxılışımızda. İndi isə daha ətraflı. Mart ayında ölkədə 0,3%lik inflyasiya qeydə alınıb. Ərzaq məhsullarının qiymətində isə 0,6% artım olub. Qeyri-ərzaq məhsullarında bahalaşma baş verməyib. Un, balıq məhsulları, ət və ət məhsulları, yağ və bəzi meyvələrdə bahalaşma müşahidə olunub. Yanvar-mart aylarında ölkə vətəndaşları ticarət şəbəkələrindən 5 milyard manatlıq istehlak malları alıblar. Yəni bir nəfər gün ərzində 6 manat 20 qəpiklik alış-veriş edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 9% çoxdur. Dövlət Statistika Komitəsindən bildiriblər ki, vəsaitin 2,7 milyard manatı yalnız qida məhsullarına sərf edilib. İstehlakçılar içki və siqaretə isə 2,4 milyard manat xərcləyiblər. Bu ilin ilk 3 ay ərzində dövlət büdcəsinə mədaxil 4,5 milyard manat olub. Vergilər Nazirliyindən verilən məlumata görə bu göstərici ötən ilə nisbətən 6,1% çoxdur. Vəsaitin 2 milyard 342 milyon manatı Dövlət Neft Fondu, 1,8 milyard manata yaxını isə Vergilər Nazirliyi, 330 milyon manatı Dövlət Gömrük Komitəsi hesabına formalaşıb. Bu dövr ərzində büdcə xərcləri 4,4 milyard manat təşkil edib, xərclərin əsas hissəsi isə sosial yönümlü olub. Əksər müştərilər sığorta müqavilələrini oxumurlar. Bu isə sonda sığorta şirkətləri ilə əhali arasında anlaşmazlıqların yaranmasına səbəb olur. Problemi həll etmək üçün sığorta müqavilələri imzalanan zaman əhaliyə müqavilə əlavələri təqdim olunacaq. Mülki məcəllənin 50-ci fəsli olan sığorta fəslinin insanlara daha rahat, daha sadə izah olunacaq dildə yenidən işlənib hazırlanması. Mülki məcəllə olduğu kimi qalır. Biz sadəcə ikinci variant olaraq insanlara bir növ izahlı mülki məcəllə, belə deyək, sığorta fəslinin izahlı hissədə izah olunması, izahlı formatda izah olunması, bu formatda. Hal-hazırda normal işlər gedir, artıq şirkətlərin hər birində bu barədə informasiya verilib və Nazirliyin sadəcə xahişini olmuşdur ki, bir neçə bənd üzrə onlar hazırlıqlarını görsünlər, şirkətlərə bəndləri dilən formata uyğunlaşdırıb göndərsinlər assosiasiyaya. Biz Nazirliyin, ondan öncə də Nazirliyin əməkdaşlarıyla bir yerdə olaraq baxılandan sonra ən uğurlu, belə deyək ki, variantların müəllifləri dəvət olunacaq işçi qruplu. Beynəlxalq Valyuta Fondu Ukraynaya yardımla bağlı yekun qərarını gələn həftə açıqlayacaq. Hazırda ölkədə baş verən siyasi və iqtisadi proseslərin təhlili aparılır. Ukraynalı həmkarlarımızla hazırki vəziyyəti dəyərləndirdik. Risklər və perspektivlər barədə variantlar nəzərdən keçirildi. Hökumətin qarşısında icrası vacib olan bir sıra məsələlər var. Məhz bundan sonra tərəfimizdən yekun qərar veriləcək. Proseslər proqnozlarımıza uyğun davam edərsə, növbəti həftə Ukraynaya 14-18 milyard dollar həcmində maliyyə yardımı ayrılacaq. İran yenidən dünya neft bazarına daxil olmaq niyyətindədir. Hökumət OPEC-in kvotasını nəzərə almadan hasilatı artıracaq. Milyon dolar diye tamam bir şey 300 milyon dolardan insanlar. Ümid edirik ki, sanksiyalar tez bir zamanda ləğv ediləcək. Bu istiqamətdə Qərbdə müəyyən yol xəritəsi hazırlanıb, iki tərəfli razılaşma əsasında bütün addımlar icra olmalıdır. Məhz bundan sonra İran nefti dünya bazarına geri qayıdacaq. Hasilatın ən yüksək həddə qaldırmaqla zərərlərimizi kompensasiya etməyə planlaşdırırıq. Bu il dünyada istehsal olunan təbii çayın qiymətində kəskin artım ola bilər. Səbəb məhsuldarlıq dövründə təsərrüfatlarda quraqlığın olmasıdır. Əsas çay istehsalçıları sayılan Şri Lanka və Malayziyada isə məhsuldarlıq 50%-ə qədər aşağı düşüb. Təkcə Şri Lankada 400 min sahibkar quraqlıqdan zərər çəkib. Dünya bazarına 300 milyon ton çay çıxaran Şri Lankada hasilat 40% azala bilər. Neft bazarı artıq qırmızı zonadadır. Light neftinin qiyməti bu saata 103 dollar 16 sentdir, yəni 0,27% ucuzdaşıb. Brent neftinin qiyməti isə 0,27% düşüb və indi bu markadan olan qara qızıl 108 dollar 72 sentə təklif edilir.
Əsas fond bazarlarında isə mənfi dinamika müşahidə olunur. Amerika birjalarında az eniş var. Avropa birjalarındakı ucuzlaşma isə daha çox hiss olunur. Yaponiyanın Nikkei 225 indeksi də dəyərini itirib. Qızılın bir unsiyası isə hazırda 1311 dollar 15 sentə təklif edilir, yəni 1,14% ucuzlaşıb. Gümüşün qiymətində 1%lik eniş var və bu metal indi 19 dollar 87 sentə satılır. Platin, palladium, mis və alüminium da kifayət qədər ucuzlaşıblar. Avro-dollar 1,37.99'du, dollar yen 101.78'di, funt sterling dollar ise 1,67.21'e mübadilə olunur. Azərbaycan manatının digər valyutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzəmmələri isə belədir. Dollar 78 qəpik yarım, avro 1 manat 8 qəpik, Rusiya rublu 2,2 qəpik, Türk lirəsi isə 37 qəpikdir. Belə bu sizə təqdim edəcəyimiz sonuncu iqtisadi xəbər idi. Buraxılışımızı isə həmkarım Günel Gözəlova mədəniyyət xəbərləri ilə davam etdirəcək.